Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. 20 gün əvvəl həbs edilən tiktoker Yıldızə Hacıyeva Arzum ev dustaqlığına buraxılıb. Günün xəbərləri xəbər verir ki, ona sosial şəbəkəyə girmək, telefondan istifadə etmək qadağası qoyulub. Tiktokerin köməkçisi sosial şəbəkədə canlı yayımda onun durumunu açıqlayıb. O bildirib ki, Arzum gecələr yata bilmir, bütün günü düz baxır. Deyir, beynim sönmür, yata bilmirəm. Təcili yardım çağırdıq, iynə vurdular. Ondan sonra biraz yatıb, qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı Ədşanqan markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn Mercedes ələ yandan toqquşub. Nəticədə Mercedes idarə etmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Açılan cinayət işinə əsasən Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra onun məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəza çəkmə müəssisəsinə göndərilib. Bugün isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb.